Tədbirimiz tanınmış publisist, yazar Reyhan xanım Mirzəzadənin yaradıcılıq gecəsinə və onun sonuncu kitabı olan məşhur Rus şairi Yeseninin həyat və yaradıcılığına həsr olunmuş Salam Sergey Yesenin kitabının təqdimatına həsr olunubdur. Bu münasibətlə müəllifi ürəkdən təbrik edirəm. Bütün Yazıçılar Birliyinin üzvləri, onun rəhbər qurumları və rəhbərləri adından ona yeni yaradıcılıq uğurları və can sağlığı arzulayıram. Xalqlar arasında, müasir qlobal dünyada, mürəkkəb dünyada ədəbi mədəni əlaqələrin genişlənməsi sülhün və barışın əsas şərtlərindən biridir. Ordular, silahlar, xalqlar arasındakı münasibətləri əgər qan yolu ilə həll edirsə, sözlər, şeirlər, şairlər, yazıçılar sülh yolu ilə həll edir. Onlar sülhün qaranquşlarıdır. Bugün məhz xüsusilə də müasir dünyada belə sülhə, barışa olduqca böyük ehtiyac var. Beynəlxalq münasibətlər çərçivəsində və onların dışında poeziya, ədəbiyyat həmişə bu sülhün carçısı olubdur. Və bu sülhün carçısı olan şairlərdən biri də çox görkəmli Rus şairi, Rus poeziyasının ən ünlü isimlərindən biri olan, Rus poeziyasına kənd təbiətinin gözəlliyini, kənd insanının sadəliyini, ümumən insan qəlbinin ən səmimi duyğularını, ən böyük istedadla gətirməyi bacaran Sergey Yesenin olmuşdu. Sergey Yeseninin bütün Rus ədəbiyyatında, eləcə də dünya ədəbiyyatında məşhurlaşdıran cəhətlərdən biri də onun təkcə öz poeziyası ilə deyil, həm də qeyri-adi xarakteri ilə, hətta zahiri görkəmi ilə belə insan gözəlliyinin təcəssümü olmasından ibarətdir. Və onun həyatının daha bir yadda qalan, ağırlı cəhətlərindən biri çox gənc yaşında həyatını faciə ilə başa vurmasından ibarət olmuşdur. Azərbaycan xalqı, Azərbaycan yazıçıları və oxucuları, Rus ədəbiyyatının ən gözəl nümayəndələri Pushkin, Lermontov, Tütçev, Tolstoy, Dostoyevski, Çexov və qeyriləri kimi Yesenin yaradıcılığına da həmişə böyük maraqla yanaşmış, onun əsərlərini Azərbaycan dilinə çevirmiş, tədqiq eləmişlər. Və bunların sırasında mən onun tərcüməsilərindən Əlağa Kürçaylının, tədqiqatçılarından mənim mərhum və unudulmaz müəllimim Şamil Qurbanovun adlarını və digərlərinin adlarını qeyd etmək istəyərdim. Bugün Reyhan xanım Mirzəzadə bu yolu davam etdirir. Gəlin onu ürəkdən alqışlayaq bu gözəl işinə görə. Bu tədbirin təşkilatçıları olan deməli, Azərbaycan Yazıçılar Birliyi, Yasamal rayon mərkəzləşdirilmiş kitabxanası və eləcə də Mahmud Xaşarlı deməli, fonduna ürəkdən gələn səmimi minnətdarlığımı bildirir və tədbirin deməli, aparılması işini bizim çox hörmətli, deməli, tanınmış ziyalı xanımımız Yasamal rayon mərkəzləşdirilmiş kitabxanasının direktoru Lətifə xanıma həvalə edirəm. Buyurun Lətifə xanım. İcazə versəydiniz mənə. Çox sağ olun. Sizə uğurlar arzulayıram. Hamınızı xoş gördük. Əziz poeziya sevərlər, əziz kitab sevərlər. Həmişəki kimi tədbirimizə vaxtında başlayırıq, bilirsiniz. Bizim tədbirlərimiz heç vaxt gecikmir. Çox saylı kitabların, qəzet və jurnal məqalələrinin müəllifi, yazıcı, publisist, politolog Reyhan xanım Mirzəzadənin yaradıcılıq gecəsini biz çoxdan planlaşdırırdıq və belə təsadüf oldu ki, Reyhan xanımın növbəti kitabı deməli, məhz Salam Sergey Yesenin Əsəd müəllim dedi, məhz bu hadisə ilə belə deyək, üst-üstə düşdü. Və nə xoş təsadüf, nə gözəl bir təsadüf. Hamınız xoş gəlmişsiniz. Düşünürəm ki, bugünkü bizim tədbirimiz çox deməli, yığcam formada keçiriləcək. Ən pis missiya da məndə odur ki, mən həmişə reglament qoyuram və hamıya xahiş edirəm ki, reglamentə riayət eləsinlər. Ona görə ki, bizdən sonra burada bir tədbir də var. O da yubiley tədbiridir.
Əlibala Hacızadənin yubiley tədbiridir və ona görə də biz vaxtında bu zalı tərk edib, deməli, təhvil verməliyik. Reyhan Mirzazadə çox saylı qeyd etdiyim kimi kitabların müəllifidir və onun yaradıcılığının böyük bir segmenti, onun yaradıcılığının böyük bir hissəsi Rus klassiklərinə həsr olunub. Amma bu da təsadüfi deyil. Reyhan xanım ilk öncə yaradıcılığa başlayanda Mircəlal Paşayevin yaradıcılığına müraciət etdi. Yəni, onu ilə ünsiyyətdə oldu və o gördü ki, deməli, Mircəlal müəllim Rus ədəbiyyatına, Rus klassiklərinə çox böyük önəm verir və o Puşkindən, Çexovdan, Şoloxovdan, Gorkidən çox saylı məqalələr yazıb, onların həyat və yaradıcılığına müraciət edib, onların əsərlərini təhlil edib. Bax, indi Reyhan xanım bunu da qoydu mənim qarşıma ki, mən də sizə bunu göstərim. Mircəlal və Rus ədəbiyyatı onun böyük bir məqaləsidir və Mircəlal müəllimin, belə deyək, vasitəsilə Mircəlal müəllimin köməyi ilə müəllif məhz bu yola çıxdı, yəni Rus klassiklərinə müraciət elədi və çox saylı kitablar yazdı və bu il, təkcə bu il onun ikinci kitabıdır. May ayında biz Şoloxovu qeyd elədi 120 illiyini və müəllif ona kitab əsrədi. İndi isə 130 illik lirik şair, Rus şairi Sergey Yesenin. Добрый день, дорогие друзья, добрый день, дорогие гости. Я вас приветствую в этом зале. И наши встречи уже носят, ну, скажем, такой традиционный характер. Мы периодически здесь встречаемся, и мы неоднократно говорим о Рейхан Ханум, которая долгие годы посвятила свое творчество и свои исследования, значит, разговаривая с русскими классиками. Это ее многочисленные статьи, газетные, журнальные и большие серьезные книги, очень серьезные исследования. И я, конечно, не литератор, и тем более не литературный критик, и не мне судить, конечно, каковы произведения Рейхан Ханум, но я просто транслирую вам, трансформирую мнение известных литературных критиков о творчестве Рейхан Ханум Мирзазады. Она еще является и нашим почетным читателем. И я сказала о том, что Рейхан Ханум именно вот на эту стезю, вот на этот творческий путь вышла через творчество Мирджалала Пашаева, нашего известного писателя, литературного критика, и она увидела, что Мирджалал Муалим уделяет большое внимание исследованию творчества русских писателей. И поэтому она как бы с его помощью, вот с его хейр-дуа, как говорят на азербайджанском языке, она вышла вот на этот путь, который оказался для нее весьма успешным. Много времени я отнимать у вас не буду, тем более я сказала о регламенте, что после нас здесь будет еще одно мероприятие, посвященное юбилею Алибалы Хаджизаде. Я сейчас представляю слово человеку, которого вы все очень хорошо знаете, человеку, книги которого превратились уже при его жизни в раритет, человека, которого я читаю с молодости, со школьных лет. У него очень много титулов, очень много регалий, но у него есть один самый большой титул, он народный. Народный писатель Azərbaycana. Mən Natiq müəllimin çox saylı titullarını sadalamaq istəmirəm. Onun ən böyük titulu xalqdır. Xalq yazıcısı Natiq Rəsulzadə. Pожалуйста.
Çok sağ olun Latife Hanım. Teşekkür ederim. Sinirler gelende görüşürüz. Evvelinde diyor. Sizi Reyhan Hanım tebrik ederim. Böyük zahmetli. Deməli, Yeseninin hayatından ve yaratıcılığından yazmak asan iş değil. Çünkü Yesenin keçmekeşli hayat sürür ve onun yaratıcılığı da çok şahelidir. Biz janr bakımından onun yaratıcılığına baksak çok şahelidir. Ve Yesenin'den ben deməli, xatirələrim qəribə də çıxmasa, Yesenin məndən 50 yaş böyüdür. Ama xatirələrim doğrudan da çok isti xatirələrim var. Əvvəla onu deyim ki, ben Moskvada enstitü bitirip qaydanda Bakıya bir müddət Azır Nəşr nəşriyyatında işləyirdim ve orada baş redaktörümüz rahmetli Əliağa Kürçalı idi. Əliağa Kürçalı deməli çok istedadlı şairdi ve çok zərif, incə, belə deyək də, tərcüməçiydi. Yesenini tərcümə edirdi və hərdən mənə çağırırdı. Mən də cavan işçiydim də orada qorxa-qorxa gəldim. Yağınla nəsə anlayacaq ki, dünən nöş gəlmədi, İsrail gün nöş gəlmədi. Amma deyirdi, yox, Nazik, sən mənə biraz kömək elə, mən bu ifadələri Rus dilində, yəni dəqiq Azərbaycan dilinə çevirim. Və biz elə oldu ki, bir müddət bir yerdə işlədik. İşlədik deyə bilmərəm, amma haradasa bir balaca mənim köməyim o böyük şairə değdi. О Есенине я могу говорить очень долго, потому что у меня есть очень теплые воспоминания о его творчестве. Значит, первое из них. Во-первых, я хочу сказать, как и все нормальные люди в Баку 60-х, 70-х годов, мы, учась в школе, в 7-8 классе, подростки, юноши, мы все были влюблены в творчество Есенина. Наши девочки, я помню до сих пор, они выписывали из книг Есенина в тетради, заучивали наизусть. Нам, мальчикам, это казалось немножко смешно, но, тем не менее, мы поддавались вот такому лирическому, даже, я скажу, сентиментальному настроению и очень любили творчество Есенина. Мы в 80-м году, в 1980 было всесоюзный, тогда был союз, всесоюзные дни литературы. И из Баку поехал я и покойный поэт, народный поэт Азербайджана Кадыр. Мы вдвоем были представители Баку, литераторы из Баку. А была очень солидная группа. Там был покойный Валентин Катаев, был покойный Борис Полевой. То есть все классики современной русской литературы были в Красноярском крае. Мы летели в Красноярск, и там, значит, проводили эти дни литературы. И вот я тогда прочитал до поездки, значит, роман Катаева, где он описывал, в том числе и был близко знаком с Есениным, и описывал его жизнь, его поступки, его творчество. Ну, все они считали себя классиком не ниже Есенина. Катаев на самом деле был блестящий писатель. И вот однажды, не надо говорить, что каждый вечер наш банкет превращался, значит, в такой сабантуйчик, и мы были уже на короткой ноге со всеми классиками русской литературы. И я подошел к Катаеву, я сказал, я прочитал ваш роман «Алмазный мой венец». И вы там описываете вашу дружбу с Есениным, ваши отношения к Есенину. И вы пишете, Есенин, вопреки сложившемуся мнению, пил мало, но шумно. Что это означает? Он говорит, ну он пил мало, но все время лез в драку. Сказал как о своем близком человеке, который вот сейчас рядом.
И много чего интересного рассказал. Вот я почему это говорю. Сейчас вы все прекрасно знаете социальные сети, как я люблю сетями называть. Facebook и это сети, да, которые ловят это. Там сейчас люди, я бы их назвал толпа, очень полюбила скрывать, значит, жизненные какие-то поступки, не очень, значит, красивые, великих людей. Добрались до Цветаевой, до лорда Байрона и так далее. Все вот это поступки, которые не нравятся толпе, вернее, таким людям нравятся. Вот посмотрите, они еще хуже нас. Но они не понимают, что эти люди, эти великие писатели, поэты, самое главное, что они оставили, это их литературное наследие. Не надо копаться в грязном белье, а надо знать их, то, что они нам оставили, и то, что приносит нам удовольствие, от чего мы учимся и познавать жизнь, и любить литературу, искусство. Вот творчество Есенина лишний раз подчеркивает, что нет границ для искусства, для поэзии, для музыки. Есть границы для политики, но для искусства границ нет. И мы Есенина считаем также своим поэтом, как и русским поэтом. Потому что Есенин принадлежит не только России, он принадлежит всему миру. Он гражданин мира. Понимаете, вот что я еще могу сказать? Читайте Есенина, обогащайтесь. Вот есть два вида информации. Информация, которая в интернете, она в основном адресована нашему интеллекту, нашему уму. А вот такая информация из поэзии Есенина, Блока, того же Алиага Кюрчайлы, которого я назвал, из Вахида Азиза, из многих блестящих, из Низами, Физули, из Пушкина, она, эта информация, адресована нашему сердцу, нашей душе. И идеальный человек, которого очень мало в мире, это тот, который параллельно развивает и свой интеллект, и свою душу. Вот я вам желаю всем быть идеальными людьми. Спасибо. Спасибо за прекрасные пожелания, за очень интересное выступление. Mən həmişə Natiq müəllimi çox maraqla dinləyirəm. Həqiqətən maraqlı insandır və nə xoşbəxt bizə ki, biz belə insanlarla, yəni müasirik. Belə insanlar bizim müasirimizdir. Hərdən bir də oradan da bilmirəm sizin necə, amma mənim ürəyimdən keçir. Mən deyirəm, kaş mən Nizaminin də müasiri olaydım, Məhsətinin də müasiri olaydım, Nəsiminin də, Füzulinin də, Puşkinin də, Lermontovun da, Bayronun da, Hötenin də, Dante'nin də. Yəni həqiqətən çox yəni maraqlı həyat sürürlər bu insanlar və Natiq müəllim də çox sağ olun, bizə çox maraqlı bir faktlar danışdı. Mən indi sözü Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi Pavel Kuznetsova vermək istəyirəm. Я сейчас представляю вам слово, Павел Михайлович, первый секретарь посольства Российской Федерации в Азербайджане. Пожалуйста, Павел. Добрый день, дорогие друзья. Большое спасибо за возможность присутствовать на сегодняшнем мероприятии, посвященном одному из самых ярких, самобытных русских поэтов Сергею Александровичу Есенину. Его творчество, безусловно, в той или иной степени отзывается, я думаю, в душе каждого из нас. Кто-то больше любит его стихи, посвященные родине, родному краю, кто-то его неповторимую любовную лирику, кто-то философскую, надрывную, но
так или иначе его творчество никого не оставляет равнодушным. Помню, меня, помимо его стихов, также большое впечатление произвело и то место, где он родился, село Константиново в Рязанской области. Удивительное по красоте место. Вот если кто-то еще не был или будет в тех краях, обязательно рекомендую там побывать, тоже вот насладиться этой атмосферой, которая, я уверен, повлияла и на творчество великого поэта. Поскольку он неоднократно бывал на азербайджанской земле, то отдельно приятно, что здесь до сих пор, спустя 100 лет после его смерти, помнят, чтут его творчество, устраивают литературные, культурные мероприятия в его честь. И, конечно же, отдельная благодарность главной героине сегодняшнего мероприятия, уважаемый Рихан Мирзазаде, с которой мы уже знакомы не первый год, который является автором большого количества очень интересных и содержательных трудов, посвященных жизнедеятельности русских классиков и Островского, Достоевского, Пушкина, Шолохова, Лермонтова. Надеюсь, что книга о Сергее Есенине также займет важное место в этом ряду трудов, которые, безусловно, обогатят не только азербайджанские, но и в целом наши двусторонние литературные связи. Спасибо за ваш самоотверженный труд, за терпение и за любовь к русской литературе. Потому что так или иначе эти произведения тоже являются несут важную просветительскую функцию. Вот. Поскольку они написаны на азербайджанском языке, то даже те, кто не знают русского, даже та молодежь все равно, безусловно, узнает много нового, интересного о жизни и творчестве этого великого человека. Большое спасибо вам, Союзу писателей, за организацию сегодняшнего мероприятия. Благодарю за внимание. Рейхан Я Ханым. хочу добавить Да. 2 слова буквально, не садись. Значит, это новый лауреат Нобелевской премии, венгр. У него очень сложная фамилия. Он объявил, что я не стал бы писателем, если бы не был знаком с русской литературой. Естественно, классику. Спасибо. Спасибо. Reyhan xanım, Pavel Mixayloviç qeyd elədi, yəni çox zəhmətkeş və çox dərin bir tədqiqatçıdır. Mən onun demək olar ki, bütün kitabları ilə tanışam və onun kitabları Naxçıvan Muxtar Respublikasında dəfələrlə nəşr olunub, 10.000 tirajla, 10.000 tiraj. İndi burada yazarlar çoxdur, yəni əsasən burada və kitab əhli də əsasən, yəni siz bilirsiniz ki, bugün bizim, bax bu müasir dövrdə kitabın 10.000 tirajla çıxması nə deməkdir? Yəni bu bir fantastik bir rəqəmdir. Yəni bugün müəllif kitabı çıxardır, 500 nüsxə, 300 nüsxə, 1000 nüsxə, yəni 1000 nüsxə bu maksimal rəqəmdir. Amma 10.000 nüsxə və yenə də tələbat var və Reyhan xanım təkcə rus klassiklərini deyil, Reyhan xanım həm də görkəmli rus pedaqoqlarının da fəaliyyətini araşdırıb, deməli Uşinski, Makarenko, Çerniyevski, deməli Mərəzədə ilk məktəb açan Çerniyevski və onun həqiqətən də əsərlərinə, onun yaradıcılığına maraq çox böyükdür. Mən və burada oturan bizim əməkdaşlarımız bəzi məxfi informasiyaların daşıyıcısıyıq. Məxfilikdə ondan ibarətdir ki, biz bilirik ki, hansı yazıçını nə qədər oxuyurlar və hansı kitabı nə qədər oxuyurlar. Yəni, hansı yazıçının kitabı rəfdə qalmır, hansı kitablar isə illərlə bəlkə də onlara tələbat yoxdur. Və Reyhan xanım, buna görə mən sizə böyük təşəkkürümü bildirirəm
Və bu növbəti kitab Salam Sergey Yesenin. Biz indi sizə nümayiş olunacaq, biz video çarx hazırlamışıq və mən o video çarxı hazırlayanda bu kitabla daha dərindən tanış oldum və mən gördüm ki, Yesenin Bakıda yaşayıb. Yesenin Bakını çox sevib. Yeseninin Bakıya həsr olunmuş şeiri var. Praşay Baku, Əlvida Bakı və Yeseninin İran təranələri və yaxud onlara bəzi vaxt bəzi insanlar İran nəğmələri də deyirlər. Məhz Bakıda yazılıb. Yəni o elə bilib ki, o İrandadır və elə təsəvvür edib, amma əslində o Mərdəkandadır. Bir müddət Novi Avropa ateli olub. Orada yaşayıb, amma sonra isə Mərdəkanda yaşayıb, indi onun orada onun ev muzeyi var və o İran təranələri, o silsilə şeirlərdir, məhz orada yazıb və ona görə də Yesenin Bakıya çox bağlıdır. Yesenin Azərbaycanı çox sevib və Reyhan xanım bu kitabda göstərib ki, Yeseninin bu cürünə təbiətsevər və əsasən də sevgi şairi olması, onun məhəbbət şairi olması ondan irəli gəlir ki, Yesenin Məhsətinin, Nizaminin, Füzulinin əsərləri ilə çox yaxından tanış olub və onları sevib, onları öyrənib və onun şərqə vurğunluğu məhz deməli onların yaradıcılığından irəli gəlir. Şirazini sevib Yesenin və Reyhan xanım bu müqayisəli təhlili çox gözəl və çox uğurlu edib. Mən indi sözü çox böyük, deməli, uzun illər özünü incəsənətə, mədəniyyətə həsr eləyən, bizim ən böyük teatrlardan biri olan, deməli, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının əvəz olunmaz, mən deyərdim, direktoru, deməli, Ədalət müəllimə vermək istəyirəm. Ona görə ki, onların səhnələrində yəni bir çox əsərlər oynanılır və o cümlədən də deməli, Rus klassiklərin əsərləri. Ədalət müəllim Hacıyeva mən sözü verirəm. Buyurun, Ədalət müəllim. Bir dəqiqə üzr istəyirəm. Mənim indi canlı efirim var. Я не могу опаздывать. Да. Можно я уйду? Да, да. Sizden üzr istəyirəm. Я у всех прошу прощения, но мне надо успеть вовремя. Sizi təbrik edirəm, Reyhan xanım. Sizə can sağlığı, uğurlar. Bundan da böyük kitablar, bundan da böyük uğurlar. Can sağlığı, təbrik edirəm. Və bir-iki kəlmə mən Lətifə xanımdan demək istəyirəm, deməmişdən. Lətifə xanım böyük istedada malik bir təşkilatçıdır. Siz təsəvvür edin, bax, indiki zamanda bu qədər cəmaatı salonda yığmaq, o heç də asan iş deyil. Hərəmizin işi, gücü, hərəmizin fikri, zikri, ona görə indi elə insanlar çox nadir bir istedada malik olan insandır. Sizi də təbrik edirəm, çox sağ olun. Təşəkkür ederim. Reyhan xanım, sizə də təşəkkür edirik. Yazıçılar İttifaqına təşəkkür edirik. Sizi bizi dəvət etdiyinizə görə. Biz tiyatr olduğumuza görə biz əli boş gəlməmişik və istəyirik ki, bizim xalq artistimiz Lyudmila Duxovnaya buradadır. Əməkdar artistimiz deməli Firdovsi Atakişiyev buradadır və gənc bizim aktyor Mirzə Axundzadə. Onlar da bura gəliblər. Yeseninin şeirlərindən indi istəyirik ki, sizə təqdim edək. Zəhmət olmaz. Ədalət müəllimən də əməkdar mədəniyyət işçisidir, üzrü sahib. Ədalət müəllimin, amma ən böyük titulu odur ki, mədəniyyət-sevər, incəsənət-sevər və əvəz olunmaz direktor. Ona görə də mən əməkdar mədəniyyət işçisini unutdum. Üzrü sahib. Çox sağ olun. İndi onlar da bizim... Bəli. Lyudmila Semyonovna. Lyudmila Semyonovna. Lyudmila Duxovna, народная артистка Азербайджанской республики. Письмо женщине. Вы помните, вы все, конечно, помните.
как я стоял, приблизившись к стене. Взволнованно ходили вы по комнате и что-то резкое в лицо бросали мне. Вы говорили: нам пора расстаться, что вас измучила моя шальная жизнь, что вам пора за дело приниматься, а мой удел катиться дальше, вниз. Любимая, меня вы не любили. Не знали вы, что в сонмище людском я был как лошадь, загнанная в мыле, пришпоренная смелым ездаком. Не знали вы, что я в развороченном быте с утра и думаю лишь об одном: куда несет нас рок событий? Лицом к лицу лица не увидать, большое видится на расстоянии. Когда кипит морская гладь, корабль в плачевном состоянии, земля корабль, но кто-то вдруг за новой жизнью, новой властью, прямую гущу бури в юг ее направил величаво. Но кто же из нас на палубе большой не падал, не блевал и не ругался? Их мало с опытной душой, кто крепким в качке оставался. Тогда и я под дикий шум, но зрело знающий работу, спустился в корабельный трюм, чтоб не смотреть людскую рвоту. Тот трюм был русским кабаком, и я склонился над стаканом, чтоб, не тревожась ни о ком, себя сгубить в угаре пьяном. Любимая, я мучил вас. У вас была тоска, в глазах усталость, что я пред вами на показ себя растрачивал в скандалах. Но вы не знали, что в сплошном дыму, в развороченном бурей быте с того и мучаюсь, что не пойму, куда несет нас рок событий. Теперь года прошли, я в возрасте ином, и чувствую, и мыслю по-иному, и говорю за праздничным вином хвала и слава рулевому. Сегодня я в ударе нежных чувств. Я вспомнил вашу грустную усталость. И вот теперь я сообщить вам чувств, каков я был и что со мною сталось. Любимая, сказать приятно мне, я избежал падений круче. Теперь в советской стороне я самый яростный попутчик. Я был не тем, кем был тогда. Не мучил бы я вас, как это было прежде. За знамя вольности и светлого труда готов идти хоть до Ла-Манша. Простите меня, я знаю, вы не так. Живете вы серьезным, умным мужем, и не нужна вам наша маята, и сам я вам ни капельки не нужен. Живите так, как вас ведет звезда, под кущей обновленной сени. С приветствием, вас помнящий всегда, знакомый ваш Сергей Елисеевич. Я спросил сегодня у меня, что дает
mənim mənəvi deməli Vera Karlovna Şirye və Lyudmila Simeonovna mən onları dinləyib başlamışam özüm də şeir deməyə. Deyirlər pis alınmır. Amma bilmirəm. Deməli, mən indi sözü Azərbaycan Respublikasının əməkdar artisti, Rus Dram Teatrının səhnəsinin bəzəyi, daha bir bəzəyi Firdevsi müəllimə sözü verirəm. Firdevsi Atatürk'ü. Sabahın seyir olsun. Çok hoştu bu güzel terbiyeде iştirak etmek. Oradan da çünkü я продолжу на русском. Для меня Есенин это мой родной, душевный, сердечный поэт. Я когда читаю его стихи, я как будто думаю о своих каких-то переживаниях и о своих мыслях. Я его очень люблю. Мы носители русской культуры в Азербайджане, и я очень горд тем, что именно мой любимый поэт связан с Баку, с Азербайджаном, и его здесь любят как своего родного, близкого человека. Но на мою долю выпало стихотворение «Прощай, Баку», и я с удовольствием вам прочту эти стихи. Я думаю, что вам будет по душе. Прощай, Баку, тебя я не увижу. Теперь в душе печаль, теперь в душе испуг. И сердце под рукой теперь больнее, ближе, и чувствую сильнее. Простое слово. Прощай, Баку, Синтинская, прощай. Владеет кровь, ослабевает силы. Но донесу, как счастье, до могилы и волны Каспия и Балаханского моря. Прощай, Баку, прощай, как песнь простая. Последний раз я друга обниму, чтоб голова его, как роза золотая, кивала нежно мне сиреневым дымом. Все. Əməkdar artisti Firdevsi Atatürk'ü. Və burada bizim qonaqlarımızın sırasında mən bir hamısını təqdim eləmirəm. Ona görə ki, çoxu deməli bir-birini burada tanıyır. Amma burada bizim bir qonağımız da var. Bizim dəvətimizi alıb, çox sağ olsun səfiri Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyin 3-cü katibi deməli Mehranır Sattarova. Və mən indi sözü daha bir şeirə vermək istəyirəm. Deməli, Axundzadə Mirzağa yenə də Rus Dram Teatrı, yenə də Ədalət müəllimin silahdaşları, həmfikirləri. Buyurun, buyurun. Для начала пережалуйста, Стерам, teşekkürler bu davet ettiğiniz için. Çok hoştu burada olmak sizinle. Я хочу перейти на русский, потому что передать свои мысли хотел бы на русском, потому что про Есенина говорить как-никак. Есенин тот человек, который спустя даже 100 лет мы читаем его стихи и понимаем, чувствуем снова и снова. Я не хочу вас томить, я хочу начать, чтобы вы почувствовали. Мне осталась одна забава, пальцы в рот и веселый свист, прокатилась дурная слава, что похабник я и скандалист. А какая смешная потеря. Много в жизни смешных потерь. Стыдно мне, что я в Бога верю. Горько мне, что не верить. Золотые, далекие дали, все сжигает житейская мреть. Похабничаю я и скандалил для того, чтобы ярче гореть. Поэт ласкать и корябать, роковая на нем печать. И похабничал я, и скандалил для того, чтобы ярче гореть. Спасибо.
Mirzağa Axundzadə Rus Dram Teatrı təbii ki genetika sözünü deyir. Mirzağa Əliyevin, dahi Mirzağa Əliyevin dəvəsi. Mirzağa, balaca Mirzağa. До конца до считал, Нет, все нормально. вы меня, надеюсь, простите. Все нормально. Переволновался. Понимаю. Deməli, mən sizə bir sir açım. Kənardan baxanda bu səhnə əhlinin bəlkə də sənədi çox asan görünür. Amma çox çətin sənət sahibləridir. Bax, mən sizə bir dənə fraqment deyim. Bu günləri bura Aysidora tamaşasında Aysidora'nın monoloqunu deyən bir aktyor gəlməlidir. Gələ bilmədi. Ona görə ki, bugün axşam onun premyerası var. Deməli, Arşın Malalanı oynayır. Gülçöhrə bilirsiniz də başroldur. Deməli, 2 gün o heç kəslə danışmır. 2 gün. Yəni, tam ayrı otaqda. Yəni, sadəcə biraz yemək gətirirlər, Güngülbarı nəsə su içir, bax belə. Yəni, artıq o obrazdadır. O olmasa, o onu yaşaya bilməz. O onu heç... Bax, Vera Şiriye'nin dinləmişsiniz də, Ana və Paçtalyonunu. Yəni, o aktyor o obrazı yaşayır. O gedir o dövrə. 16-cı əsrdə, 17-ci əsrdə, 18-də və ona görə də o başqa cür alınmaz və hər dəfə də səhnəyə çıxanda onlar nə boydan həyəcan keçirirsə, onu özləri də bilmirlər, Allah bilir amma. Ona görə ki, 100 dəfə də o rolda oynasa, 101-ci dəfə genə o həyəcanlıdır. Ona görə ki, o səhnəyə çıxır. Ona görə ki, o özünü tamaşaçıya təqdim edir. Onun obrazı. Ona görə də все это понимаем, balaca Mirzağa. Mən indi sözü Azərbaycan Respublikasında Dağ Yahudiləri icmasının sədri, bizim fəxri oxucumuz, bizim fəxrimiz, bizim sevimlimiz, böyük mədəniyyət-sevər, kitab-sevər, şeir-sevər Melih müəllimə verirəm. Melih Yevdayev, buyurun Melih müəllim. Qardaşlar, babacılar, hamınızı salamlayıram. Bu günləri mən Sergey Yesenin'i böyük Rus klassiki olmaqla bərabər deyərdim ki, həm də Azərbaycanın klassik şairlərindən biridir. Mən bu günləri Sergey Yesenin'i onsuz da Azərbaycana bağlı olur. Onsuz da Azərbaycan həyatına bağlı olur, valeh olur. Amma mən bu günləri onu Azərbaycanla bir də bağlamaq istəyirəm. Əsrin zindanından çıxan dəmirəm, nə isti, nə soyuq döyülmərəm mən. Şüşəyəm, sınsam da calanmaram mən. Poladam, qırıllam, əyilmərəm mən. Zirvəyəm, qasırğa tufan görmüşəm. Dağam, ildırıma sinə gəlmişəm. Dosta, sözlərimdən şəkər vermişəm. Düşmana zəhərəm, yiyilmərəm mən. Budur Yesenin. Budur 30 ildə ölməzlik qazanır. Həyatda dostlara nəğmə oxuyan, haqqa, ədalətə dost olan mənəm. Ölən mən deyiləm öldüyüm zaman. Öləndən sonra da yaşayan mənəm.
100 il keçməsinə baxmayaraq, 100 ildən də çox Sergey Yesenin yaşayır və yaşayacaq. Əsrlər keçsə də yaşayacaq. Dünyada, həyatda dahilər çox olur. Və o dahilər də özünü anlayan dahilər xalqın yaddaşını yazır. Məhz Sergey Yesenin özünü qısa həyatında anlayan dahilərdəndir. Ona görə də o heç vaxtı bizim yaddaşımızdan, ümumiyyətlə dünya xalqlarının yaddaşından silinməz. Bir payız yarpağıya bir budaq usta, saralan da mənə, solan da mənə. Vəfalı dostları ötən çağları yad edib gözləri dolan da mənə. Şairəm könlümün qəmli dəstanı, kim tutubdur axıracən dünyanı? Gəlib keçər bir görümür kərvanı, əfsanə də mənə, yalan da mənə. Budur Yesenin. Həm əfsanədir, həm də yalandır. Yalan o mənada ki, yaddaşlardadır. Əfsanə o mənada ki, xatirələrdədir, yaddaşlardadır. Budur Sergey Yesenin. Budur Sergey Yesenin Azərbaycançılığı, Azərbaycana bağlılığı. Reyhan xanım, sizin zəhmətləriniz çox, bilirsiniz, həm əziyyətlidir, həm də nəsillərə qalacaq zəhmətləriniz. Bütün bunlar ona görədir ki, 100 il bizdən sonra gələn nəsillər gelmişik, nə biləcəklər? Qalmasa onlara bizdən yadigar, biz nələr etmişik, nə biləcəklər? Bunlar hamısı sizin əməyinizin nəticəsidir, yadigarıdır. Ümumiyyətlə, müdrik insanlar çox olur həyatda, amma müdriklik çox bilməklə deyil, əməllərinin xoş olmasıyla daha münasibdir. Ona görə də Sergey Yesenin qısa həyatda əməlləri də bizim üçün bu günləri nəinki xoş xatirədir, bizim yaddaşımıza yazılmış səhifələrdir. Alovlar içində ürək pişəndə bircə bu təsəlli qalacaq məndə. Vəfalı dostlarım yeri düşəndə şair ham deyib gəzəcək mən. Biz hamımız bu günləri Yesenini gəzirik, Yesenini axtarırıq. Yesenin tipli şairlər gözümüzün işığıdır, dilimizin əzbəridir. Biz onları sevirik, biz onu qəlbimizdə saxlayırıq. Ona görə də Allah qəni-qəni rəhmət eləsin Ulu Nizamiyə. Nizami deyirdi ki, istəsən ki, gütək saf olsun ürək, ürəkdən o şeyi atasan gərək. Deməli, onlar nədir? Haram, kin, qeybət, baxırlıq, tamah. Kibir, ziya, həsəd, ədavət, kələk. Hani elə adam? Elə adamı görəndə salavat çevirmək lazımdır. Amma Çox sağ olun. Yesenin elə adamlardan olur. Düzdür, çılğın olur, amma ürəyi təmiz olur. Şəffaf olur, təmənnasız olur, insanları sevir. Bir hamı dost görünür, doğma görünür. Bu qədər doğmanın niyə adam içində?
gündüz əldə çırar, adam gəzirəm. Mən adam uşaqmıram, adam için. Çox sağ olun. Ona görə də Allah sizə kömək olsun. Sen bilirdi. Sen bilirdi ki bugün de olmasa sabahları dünyasını değişecek. Onun Azerbaycan şehriyetiyle desek 5-6 gün yas paltarı giyerler. Herden yaxşı, herden de pis deyirlər. Ehsanımı şirin yerler. 40'a kadar yetti benim 3 mənim. Yesin'in Rus klasiki olmakla beraber hem de Azerbaycan şehrinin klasikidir. Ona göre de kardeşler ve bacılar, Ramiz Ruşen'in böyle bir deyimi var. İyi ki herden ölmek istəyirəm. Günden güne ölmek, döne döne ölmek, öldükçe dirilmek, sonra yine ölmek. Sen ölmez, öldükçe dirilir. Öldükçe dirilir. Ona göre de Reyhan Hanım, bizi bu günler buraya yıldığınız için size minnettarım ve hamınıza minnettarım ki Allah Teala sizi hemşe kanatı altında yükselesin. Çok sağ olun, Melih müəllim, var olun. Melih müəllim həmişə öz qeyri-adi, Melih müəllim həmişə öz mənalı, məzmunlu, ibrətamiz, tərbiyəvi çıxışları ilə seçilir. Mən də belə deyərdim, qısa yaşa, yaşa, 100 yaşa Melih müəllim. Çok sağ olun. Bizi biraz bu texnika bilirsiniz də, dədəsi, nənəsi də yoxdur ki, tanıyasan. Bir diqqətlə bu video çarxa baxaq, Sergey Yeseninə həsr olunmuş. Deməli, Sergey Yesenini kimlər tərcümə eləyib, Sergey Yeseninə kimlər şeirlər yazıb. Прощай, Баку, тебя я не увижу. Теперь в душе печаль, теперь в душе испуг. И сердце под рукой теперь больней и ближе. И чувствую сильнее простое слово «друг». Прощай, Баку, Синтюркская, прощай. Холодеет кровь, ослабевают силы. Но донесу, как счастье до могилы, я волны Каспия и Балаханский май. Прощай, Баку, прощай, как песнь простая. Последний раз я друга обниму, чтоб голова его, как роза золотая, кивала нежно мне в сиреневом дыму. Чтоб голова его, как роза золотая, кивала нежно мне в сиреневом дыму. Прощай, Баку.
Прощай, Баку, тебя я не увижу. Теперь в душе печаль, теперь в душе испуг, и сердце под рукой теперь больней и ближе, и чувствую сильней простое слово «друг». Прощай, Баку, синь тюркская, прощай. Хладеет кровь, ослабевают силы, но донесу, как счастье, до могилы и волны Каспия, и балаханский май. Прощай, Баку, прощай, как песнь простая. В последний раз я друга обниму, чтоб голова его, как роза золотая, кивала нежно мне в сиреневом дыму. Bizim 3 terpimiz var. Burada Сегодня чудесно. сейчас в этой комнате будет Али Павлович, Да. Чузаде Да, да, я знаю, я Сейчас знаю. сегодня Мустафа Насирова вечер, сейчас туда еду, это генерал моего друга, отец, и еще сегодня вечером в Центре культуры. Поэтому я пришел обязательно, я знаю, здесь представители послушают. Во-первых, здорово, что вы это проводите. Во-вторых, поздравить вас всех. Жаль, что я не могу остаться, я бы сейчас с удовольствием остался, еще бы сидел. Мое любимое стихотворение Есенина, это где он говорит: часто-часто с разбитым носом приходил я к себе домой. И навстречу испуганной маме я цедил сквозь кровавый рот: ничего, я споткнулся о камень, это к завтраму все заживет. Вот точно есенинские слова прямо на себя процитирую. Я хочу вас всех поблагодарить, что вы пришли. Мне сказали, что здесь сегодня много людей собрались. Это очень-очень здорово. Для Тимхана, еще раз извините меня, что я не могу здесь остаться, но я объявил, что обязательно приду, поздравлю хотя бы и поблагодарю, что столько людей пришли на почтить память выдающегося русского поэта, который, кстати, жил в Баку и написал целый цикл стихов. Да. Спасибо еще раз. Спасибо, Чингис Бәлин. Спасибо огромное. Sağ gelmişti Çingiz Abdullayev. Deməli, mən indi sözü Rus icmasının sədr müavini Lyubov Timofeyevnaya verirəm, Yakuninaya. Uşaqlar hazırlaşsın. Lyubov Timofeyevna van slova. Ben onu da bildirmək istəyirəm ki, Rus icmasının sədri də Mikhail Yuriç bura gəlməliydi. Bir neçə millət vəkili. Sadəcə bugün, bilmirəm bilirsiniz yoxsa yox, 5-ci gün yəni məclis günüdür, Milli Məclis və saat 11-də Milli Məclisin iclası olduğu üçün onlar yəni üzürlü
hesabı yiyorlar, onlar iştirak edə bilmədilər, amma hazırlaşırlar. Пожалуйста, Любовь Тимофеевна. Спасибо, дорогие друзья. Сегодня такой необыкновенный день, когда мы отдыхаем душой. Потому что сегодня собрались любители поэзии великого русского поэта Сергея Есенина. Но мы собрались сегодня благодаря нашей удивительной, нашей творческой, нашей необыкновенной деятельности культуры Рейхан Ханум. Спасибо, Рейхан Ханум, за ваше огромное творчество. Спасибо за необыкновенную любовь к русской культуре, русской литературе. У вас, конечно, очень большая деятельность. Вы написали очень много книг, посвященных писателям, и очень активно пропагандируете, распространяете русскую культуру среди ребят и подрастающего поколения, и разных поколений нашей республики. Это очень большое дело, и мы вас благодарим, и очень трогательно, когда я вижу ваши книги, очень грамотные, очень интересные по сути. Они, конечно, нас вдохновляют. Я являюсь заместителем председателя русской общины Забеля Михаила Юрьевича и председателем ассоциации учебных заведений Азербайджана, русскоязычных учебных заведений Азербайджана. Хочу сказать, что мы очень много делаем для того, чтобы союз, объединение азербайджанской и русской культуры шло в одном контексте. И каждый год мы проводим большие проекты, посвященные и Александру Сергеевичу Пушкину, и Есенину, и Земной Небесной. То есть работа у нас очень многоплановая. Я очень рада, что каждый год, из года в год, количество участников все больше и больше становится. Наши проекты вышли уже на международный уровень, и принимают в них участие не только наша республика, но и Белоруссия, Турция, Казахстан, Палестина, Болгария и другие регионы. И, конечно, естественно, Россия с ее многочисленными городами. Поэтому то, что мы делаем, оно многопланово, но самое главное, оно имеет отзвук. И не только в нашей республике, практически все регионы республики бывают, как правило, задействованы, но и, конечно, принимают участие уже и многие страны. И этому мы очень рады. И мы с большим благоговением каждый год приходим в Мардакяны, приходим к Есенину для того, чтобы поклониться великому поэту. Это проходит всегда 4 октября, и я наблюдала многие годы, что в этот день стоит прекрасная погода, никогда не холодно, светит солнышко, и не надо никого приглашать. Люди сами идут в это священное место для того, чтобы еще раз соприкоснуться с прекрасной поэзией Есенина. У нас есть еще одно очень интересное место в Баку. Это в центре города, недалеко от бывшего ЦУМа. Это раньше адрес был Горького, 11. Это место, где когда-то бывал тоже Есенин. И так случилось, что многие годы мы проводили в квартире, где бывал Есенин, литературные творческие вечера. Сейчас, к сожалению, доступа туда нет. Хранительница этой комнаты, где бывал Есенин, она больна, Ирина Георгиевна, и мы не можем туда пройти. Но я хочу сказать, что, бывая в этой комнате, просто удивляешься тому, как эта женщина смогла сохранить все, что было во времена Есенина. С 25-го года там не делали, она не разрешала делать ремонт,
И все она очень сохранила. И вот это красивое французское зеркало, в которое когда-то смотрелся Есенин, и те раритеты на столе, там пепельницы и другие какие-то моменты, которыми пользовался Есенин. И когда ты приходишь в эту комнату, ты просто понимаешь, ты уже начинаешь сердцем, начинаешь душой чувствовать вот поэзию, как будто она тебя пронизывает. Там собирались интеллигенция, собирались поэты, писатели, музыканты, и это было необыкновенно. Поэтому у нас есть места, которые конкретно сохранили дух Есенина. И мы этому очень благодарны. Ну, он 5 раз бывал в Баку, и, конечно, мы счастливы от того, что поэзия великого поэта, она связана с бакинцами, и это как бы нас вдохновляет на большую такую вот интересную деятельность. Мы, взрослые, которые собрались здесь сегодня в этом зале, должны, наверное, сделать все для того, чтобы вот эта связь, которая, культурная связь, которая объединяет нас, народы Азербайджана, народы России, она все время присутствовала. И сделать так, чтобы наши дети тоже понимали и любили великую поэзию, которая дает творческие токи нашей молодежи. Всем большое спасибо за сегодняшний вечер. Особенно спасибо вам, Рихан Ханум, Лятифа Ханум, которая сегодня все это организовала. Всем здоровья, счастья, благополучия и новых встреч такого уровня. Спасибо. Сегодня много мероприятий, сегодня хорошая погода. Ну что сегодня? Сегодня день рождения одной нашей сотрудницы, заведующей отделом, вот она сидит в центре, Егяна Гафарова. Ну, в общем, сегодня я поздравляю. Ну, сегодня много. Mən indi sözü uşaqlara verirəm. Nizami rayonundakı 10 nömrəli tam orta məktəbin şagirdləridir. Şükriyə Məhəmmədi, Cahil və Fəxri. О, Родина, о, новый, золотая крыша кров, трубы мычи коровой, реви целком громов. Прошу по синим селам такая благодать, отчаянная, веселая, но вместо тебя я мать. В училище разгула, крепл я плоть и ум, березового гула растет увешанный шум. Люблю твои пороки, и пьянство, и разбой, и утром на востоке терять тебя звездой. И всю тебя, как знаю, хочу измять взять, но горько проклинаю за то, что ты мне мать. Прощай, Баку, тебя я не увижу. Теперь в душе печаль, теперь в душе испуг. И сердце под рукой теперь больнее и ближе, и чувствую сильнее простое слово «друг». Прощай, Баку, сын тюркская, прощай. Хладеет кровь, ослабевают силы. Но донесу, как счастье до могилы, и Волан Каспий, и Балаханский май. Прощай, Баку, прощай, как песень простая. Последний раз я друга обниму, чтоб голова его, как роза золотая, кивала нежно мне в сиреневом дыму. Yazıcı, publisist, çox dahiyanə əsərləri ilə seçilən, çox gözəl dil üslubuyla seçilən Zöhrə xanıma söz verirəm. Sən o yeni uğurla çox sevinirəm, bilirsən ki, və ilk sənin demək ki, bu yaradıcı prosesində mən iştirak eləyirəm. Və yəni bu prosesi yaxından tanıyıram, bilirəm ki, sən nə qədər zəhmət çəkirsən və necə böyük həvəslə, məhəbbətlə danışırsan o tapıntılarımı və mən də səninlə bölüşürəm. Təşəkkür edirəm sənə. Bu kitabımı əlimə alanda gördüm ki, kitablar biri-birindən hər dəfə daha da gözəldir, daha da profesional surətdə sən yanaşırsan. Bax, bu mənim xoşuma gəlir. Elə üz qabığına baxanda Sergey Yeseninin o məsum baxışları çox xoşuma gəldi. Burada yazılıb ki, Жизнь короткая, да слава долгая. Çox gözəl sözdür, həqiqətən də. Bunun bu 30 illik qısa ömründə
şöhrəti dünyanı gəzdi. Şöhrəti daha da böyüdü. Və bir də mənim çox xoşuma gəldi ki, burada kitabın adı məni o qədər belə qəlbimə yatdı ki, Salam, Sergey Yesenin. Bilirsən, sən bu sözlə əslində oxucularına deyirsən ki, o ölməyib, o əbədi səfərdədir. Mənim üçün ümumiyyətcə şairdir, yazıçıdır, dahiyana insanlar ölmür. Onlar öz yerini dəyişir, əbədi səfərə çıxırlar. Çünki onlar, Nizaminin gözəl bir sözü var, deyir ki, şairlər haqqında, şairlər ərşin bülbülləridir, mələklərin sirdaşıdır. Yəni, bu elə belə deyilməyib. Və mən çox sevinirəm ki, Sergey Yesenin, mən qısa danışıram, vaxt azdır, məhz şərq ədəbiyyatına, şərq dünyasına çox ürəkdən yanaşıb. Bilirsiniz, təkcə Yesenin yox, əgər tarixə nəzər salsaq Rus ədəbiyyatına, orada Lomonosov, Karamzin, Zhukovski, Lermontov, Pushkin, Dal, sonra Fed, bunlar hamısı mədəniyyətini şərqin çox yüksək qiymətləndiriblər. Doğrudan da şərq mədəniyyəti bir əfsanədir, bir nağıldır. Və həqiqətən də onları demək, oxuyub, bəhrələnmək adamın yaradıcılığını, yəni dahiləri nəzərdə tuturam, böyük təkan verir. Və çox sevinirəm ki, Yesenin də məhz belə bir sənətkarlardan oldu. Ümumiyyətcə, şair nə deməkdir? Şair öz yaşadığı zamana heç vaxt sığmır. Niyə görə? Çünki o öz həqiqətini axtarır. O həqiqəti axtarışında da sözsüz ki, onun həyatında elə bir hadisələrlə üzləşir ki, və o onu sındıra da bilər, həyatdan küstürə də bilər. Amma əgər həqiqətən də şair təbiəti səmimiyyətlə doludursa, həqiqəti sevəndisə, o öz yolundan dönmür. Çünki Yesenin öz fikirlərinin libasını dəyişmir. Bax, burada mənim çox xoşuma gəldi Reyhan. Demək, həmin bu dediyim fikirlər ki, Əliyağa Kürçaylı mənim sevimli şairimdir. Yaxşı fikir deyir onun haqqında. Yesenin poeziyada etiraf nöqtəsidir. Yesenin poeziyada kamillik nöqtəsidir. Yesenin fikirdə səmimilik nöqtəsidir. Yesenin düşüncədə sərbəstlik, düzlük nöqtəsidir. Yəni, olduğu kimi görün. Özümüz bilirik ki, həyat çox mürəkkəbdir və demək olar ki, həyat imtahandır. Həyat bizə diktə eləyir. Bu zamanın nəbzini tutmalısan, yoxsa olduğun kimi yaşamalısan. Yeseninin də qarşısında belə bir dilemma var idi. O necə yaşamalıdır? O nəyi seçdi? Özün kimi qalmağı. Yəni, necə varsan eləcə qalmağı, yaşamağı. Ona görə onun həqiqətləri bəzən sərt də olsa, hər necə də olsa, amma insan onun səmimiyyətini qəbul edir, başa düşür. Çünki onun yanğılarında, lirikasında, ümumiyyətcə şeirlərində səmimiyyət var, olduğu kimidir. Bax, ona görə Yesenin yaşayır, qalır. Çünki o insanları təbiətinə o qədər yaxındır ki, burada vəziyyətə uyğun sözlər demir, nəyə görəsə şəraitə görə fikrini dəyişmir. Bax, ona görə o əsl Yesenindir. Və bir də, mən qısa danışıram, daha çox danışmayacağım, Lətmə xanım, mən diqqətlə baxır. Çünki hər dəfədə deyir ki, çox danışır, qısa deyəcəyəm. Bir də mənim çox belə ləzzət eləyən nədir? Demək, burada salam demişsən Sergey Yesenin, mən onu hallandırıram. O neçə dəfə olub Bakıda bizim mədəniyyət xadimlərimizlə görüşür. Çox maraqlı, demək, söhbətlər olub, görüşlər olub. Onun sözsüz ki, həyatında böyük bir iz buraxıb. O, demək, yazır ki, mən Bakını, Bakılıları çox sevirəm. Gözəl fikirdir burada. Deyir ki, mən, bax, yenə də gəldim. Bax, bu yenə də gəldim sözü elə bu günə aiddir. Bugün o gəlib, təzədən bizi iləndir. Və Reyhan xanım, sən də gözəl yazmısan ki, salam. Elə bir sonra bu məclisdə salam verirsən. Və bu, bax, görürsə, bax, bu mənim özümə çox böyük belə ləzzət elədi ki,
Biz ondan ayrılmamışıq, o bizdən ayrılmayıb, söhbət odur. Biz ona salam veririk, hamımızın adından. Demək, icazənizlə deyək, Yesenin, əziz Yesenin, salam, xoş gəlmisən. Yəni, sən yenə də Bakıdasan, yenə də biz səni elə bir dinləyirik. Mən heyf ki, vaxt azdır, onun şeirlərini oxumaq, burada şeirlərini səsləndirmək, elə bilin ki, o bizi iləndir, buradadır. Qısa danışdım. Bəli, Yesenin buradadır, onun şeirləri buradadır. Lalочka da bizim fəxri oxucumuzdur və o özü və deməli, modern poet deməli, layihəsinin iştirakçıları, poeziya sevərlər Yesenina salam deyərək deməli, şeirlərini söyləyəcəklər. Deməli, Lalочка, Lalə Həsənova, «Жизнь, обман, счарующий тоской», Məsumə Qasımova, deməli, «Отговорила роща золотая», Самира Шпиева, «Дорога черная, плачет метель», Марина Коломазова, «Снежная залять дробится и колется». Pожалуйста, Lalочка. Hamını salamlayıram, hörmətli qonaqlar, əzizlər, Reyhan xanım, Lətif xanım. Dəvətə görə təşəkkür edirəm. Перехожу на русский язык. Благодарю вас, дорогая Латиф хан, Рейхан хан, потому что сегодняшнее мероприятие лишний раз нам доказывает нашу любовь, а мы описываем с помощью нашей любимой поэзии. Я безумно люблю Сергея Есенина, это мой любимый поэт русской классики. И, Латиф хан, вы такой труд проводите, организовываете, вам огромный низкий поклон за эту, за вашу активную такую деятельность, потому что бы мы делали действительно без таких людей, как вы и уважаемые Рейхан ханы. Жизнь обман, чарующий тоскою. Оттого так и сильна она, что своею грубою рукою роковые пишет письмена. Я всегда, когда глаза открою, говорю, лишь сердце потревожь, лишь обман, но она порою украшает радостями ложь. Обратись лицом к седому небу, по луне гадая о судьбе. Успокойся, смертный, и не требуй правды той, что не нужна тебе. Хорошо в черемуховой вьюге думай так, что это жизнь стезя. Пусть обманут легкие подруги, пусть изменят легкие друзья. Пусть меня ласкают нежным словом, пусть острее бритвы злой язык. Я живу давно на все готовом и ко всему безжалостно привык. Холодят мне душу эти выси, нет тепла от звездного огня. Те, кого любил я, отреклись, кем я жил, забыли про меня. Но и все ж, теснимый и гонимый, я смотрю с улыбкой на зарю, на земле мне, близкой и любимой. Эту жизнь за все благодарю. Спасибо. Масума Гасуму прошу. Это участники нашего литературного проекта, наша молодежь, дорогая. Да. Я сразу на русский перейду. Я хотела сказать, что большинство людей тут, вероятно, уже с Есениным знакомы давно, с детства. А я искренне с ним ознакомилась еще в экзаменационный период. И в тот момент даже с учебой и всем остальным я искренне прониклась им. То есть я рада, что я смогла полюбить такого поэта. И даже радует, что видеть спустя столько лет люди все равно им восхищаются, люди все равно его помнят, почитают. И это значит, что он еще не умрет еще очень долгое время, потому что люди искренне умирают по-настоящему, когда про них забывают. Я хотела процитать «Отговорила роща золотая», один из моих любимых стихов. Я сразу приступлю. «Отговорила роща золотая, березовых веселых языков, и журавли, печально пролетая, уже не жалеют больше ни о ком. Кого жалеть? Ведь каждый в мире странник. Пройдет, зайдет и вновь оставит дом. А всех ушедших лезет конопляник с широким месяцем над голубым прудом. Встаю один среди равнины голой, и журавлей относит ветер вдаль. И полон дум о юности веселой, но ничего прошедшего мне не жаль. Не жаль мне лет, растраченных напрасно,
Не жаль души сиреневую цветь. В саду горит костер рябины красный, но никого не может он согреть. Не обгорят рябиновые кисти, от желтизны не пропадет трава. Как дерево роняет тихо листья, так я роняю грустные слова. Если время ветром разметает, сгребет их все в один ненужный ком, скажите так, что роща золотая отговорила милым языком. Мира, Шукиева, дорога черная, плачет метель. Можно поближе? Да, выйти? Да, конечно. Здравствуйте, хочу всех поприветствовать. Спасибо большое, что позвали. Мне очень приятно сейчас здесь присутствовать рядом с такими людьми. Не буду долго занимать ваше время. Я прочту 2 стиха Сергея Есенина. Первый. Вижу сон, дорога черная, белый конь, стопа упорная, и на этом, на коне, едет милая ко мне. Едет, едет милая, только нелюбимая. Эх, береза русская, путь, дорога узкая, эту милую, как сон, лишь для той, в кого влюблен. Удержи ты ветками, как руками меткими. Светит месяц, силь и соль. Хорошо копытит конь. Свет такой таинственный, словно для единственной, той, который тот же свет, но которой в мире нет. Хулиган я хулиган, от стихов дурак и пьян, но все ж за эту прыть, чтобы сердцем не остыть, за березовую Русь с нелюбимой помирюсь. Плачет метель, как цыганская скрипка, милая девушка, злая улыбка. Я не робею от синего взгляда, много мне нужно и много не надо. Так мы далеки и так не схожи. Ты молодая, а я всю прожил. Юношам счастье, а мне лишь память, снежную ночью, лихую занять. Я не заласкан, буря мне скрипка, сердце метелит, твоя улыбка. Спасибо большое. Марина Коломазова, «Снежная занять, дробится и колется». У Есенина есть очень много стихов, посвященных матери. Я бы хотела почитать именно одно из таких стихотворений. «Снежная заметь дробится и колется, сверху озябшая светит луна. Снова я вижу родную околицу, через метель огонек у окна. Все мы бездомники. Много ли нужно нам? То, что далось мне, о том и пою. Вот я опять за родительским ужином, снова я вижу старушку мою. Смотрит, а очи слезятся, слезятся, тихо, безмолвно, как будто без мук. Хочет за чайную чашку взяться. Чайная чашка скользит из рук. Милая, добрая, старая, нежная, с думами грустными ты не дружись. Слушай, под эту гармонику снежную я расскажу про свою тебе жизнь. Много я видел, много я странствовал, много любил и много страдал. И от того хулиганил и пьянствовал, что лучше тебя никого не видал. Вот и опять у лежанки я греюсь, сбросил ботинки, пиджак свой раздел, снова я ожил и снова надеюсь, так же, как в детстве, на лучший удел. А за окном подметельные всхлипы в диком и шумном метельном чаду. Чудится мне, осыпаются липы, белые липы в нашем саду. Спасибо. Ben de söz vermek isterim. Yunusluq Medeniyet Nazirliyinin Elmi Metalik və İxtisaslandırma Mərkəzinin sektor müdiri. Təkcə bir faktı qeyd edeyim ki, akademik Məmməd Cəfər Cəfərovun 19-cu əsr Rus ədəbiyyatı adlı dərsliyi 3 cildlik. Çox yüksək qiymətləndirilib, hətta
o dövrdə Rus elmi mühitində də heyranlıq doğurub ki, yəni bizdə bu qədər dərindən yanaşma olmayıb. Yəni onun oradakı oçeklərin hər biri sanki bir tədqiqat əsəridir. Təbii ki, bugün hörmətli Reyhan xanımın Rus ədəbiyyatı ilə bağlı apardığı araşdırmalar, tədqiqatlar köhnə ənənələr üzərində bərqərar olub və böyük həvəslə, böyük uğurla, dəqiqliklə bu araşdırmalar həyata keçirilir və samballı əsərlər ortaya gəlir. Mən Reyhan xanımın bundan əvvəlki əsərləri ilə də tanış olmuşam. Məndən öncə də qeyd olundu. Publisistika ilə tarixi faktların, ədəbi faktların ahəngdar şəkildə yüksək səviyyədə birləşməyi çox böyük məmnunluq doğurur və bu əsərdən əsərə, araşdırmadan araşdırmaya daha da samballı bir xarakter alır. Mən Reyhan xanımı təbrik edirəm və bir də onun araşdırmalarında həmişə bir milli qat var. Burada Azərbaycan ruhuna, Azərbaycan mənəviyyatına, mədəniyyətinə böyük önəm vermək var. Bu əsərdə də, yəni Salam Sergey Yesenin kitabında da özünü göstərir. Orada Azərbaycan klassik ədəbiyyatının çox görkəmli nümayəndələri olan Nizaminin, Füzulinin, Nəsiminin yaradıcılığından da lirik qatlarla müqayisələr aparılır və oradan çox doğru qeyd edir ki, Yesenin Nizami deyil lirikada, Füzuli deyil məhəbbət lirikasında, amma özünün yeri var. Bir də mən fikrimi çox lakonik edirəm, zamanı nəzərə alıram. Mən şəxsən bir oxucu kimi, bir Azərbaycanlı kimi Sergey Yeseninə niyə ruhuna ehtiramımı bildirirəm? Onun Bakıdan özü ilə apardığı bir mədəni mühit haqqında, ədəbi mühit haqqında, sosial mühit haqqında, cəmiyyətimiz haqqında müsbət ruh apardı, müsbət, necə deyim, ab-hava apardı ora, bizim xalqımız haqqında, mədəniyyətimiz haqqında, insanlarımızın istiliyi haqqında. Ona görə ruhu şad olsun deyirəm. Bir daha təbrik edirəm. Sağ olun. Bizim filolog, bizim fəxri oxucumuz, gənc alim, ədəbi tənqidçi, mən Xəyalə xanıma sözü vermək istəyirəm. Xəyalə Əfəndiyeva o kitabı oxuyub və bir neçə kəlmə deməli kitab haqqında, yəni tənqidi fikirlərini bildirsin bizə. Buyurun. Söz verdiğiniz için burada sizinle bir arada olmaktan, sizleri salamlamaktan böyük məmnunluq duyuram. Mən təxminən 20 gün öncəydi, bir kitab festivalında Reyhan xanımla biz görüşdük və o mənə 5 kitabını hədiyyə elədi. İnandırım sizi, bu 20 gün müddətində mən hər birini çox diqqətlə mütaliə elədim və Reyhan xanımın Sergey Yeseninə qədər gələn yolunu mən addım-addım izləmiş oldum, bir mündəricə etdim öz düşüncəmdə və mən çox heyran qaldım ki, Reyhan xanım sadəcə ədəbiyyatşünas kimi, sadəcə publisist kimi yox, bəzən sənədlərlə, çox incəliklə işləyərək, o tarixi qatlara dərindən inərək və tədqiq etdiyi sənətkarın yaşadığı dövrü, mühiti, müasirlərini belə ağışına alan çox dərin elmi araşdırmalar eləyir. Onun Səhra Qartalı əsərini, yəni Sergey Yeseninə qədər Rus ədəbiyyatını nə qədər dərindən təhlil etdiyini, Rus ədəbiyyatına dair nə qədər dərindən elmi, monumental, sistemli monografiyalar yazdığını mən gördüm, oxudum və Reyhan xanımın Sergey Yesenin əsəri isə həm Yeseninə, həm də sanki Bakımıza, yəni Yesenin və Azərbaycan milli ruhunu özündə ehtiva edən bir əsər kimi qənaətə gəldim. Seyid Qütbinin bir sözü var, mən ötən günlərdə Reyhan xanımın bütün tədqiqatlarını oxuduqca özümdə bu qənaəti formalaşdırdım ki, elm zəhməti sevir, elm alın tərini, yuxusuz gecələri, əllərin qabarını sevir. O yol rahatlıq tanımır. O yol azad, hür düşüncə getdiyin yol
nə qədər zəhmətlərdən keçir. Və Seyid Qütbinin bir fikrində mən Reyhan xanımın obrazını düşündüm. O deyir ki, bizim yolumuz tikanlıdır. Ayaqlarını sevənlər bizimlə gəlməsin. Mən Reyhan xanıma o qədər minnətdarlıq edirəm ki, bu tikanlı yolun çətininə, çökəyinə, əzabına baxmadan o elm yolunun bütün tikanlarını yalın ayaq yeridiyiniz üçün. Yəni, mən sizin bu yolu yürüdüyünüz zaman kəsiyində fiziki, ruhani öz həyatınızdan, öz enerjinizdən xərcləyə, hətta bütün mərhumiyyətlərə rəğmən bu yolda nə qədər mətinliklə irəliləmənizə heyran qaldım və mən sizi ayaq üstə alqışladım. Əzminizin qarşısında sayğı ilə baş əyirəm. Allah sizi olsun. Təbrik edirəm. Dəyərli tədqiqatçınız. Məclisimiz çox gözəl keçir, maşallah. Çıxış edənlər çoxdur. Mən qısa çıxışlar üçün sözü vermək istəyirəm. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyin baş müşaviri Валерий Михайлович Чагина, пожалуйста. Спасибо за приглашение. Я хотел бы поздравить литературное сообщество Азербайджана, союз писателей и автора, уважаемый Рейхан Мирханзадeh, за появление в свет новой книги эссе Сергея Есенина. На мой взгляд, по своей эмоциональной заряженности, открытости и искренности, Сергей Есенин является одним из, если можно так выразиться, самых русских поэтов. И каждое новое исследование его творчества и жизни неизбежно открывает новые грани загадочной русской души. Книга издана на азербайджанском языке. Это прекрасно, поскольку она, я уверен, привлечет дополнительное внимание азербайджанцев и интерес азербайджанцев к русской литературе, истории и искусству, культуре. А это как раз то, что очень востребовано именно сейчас, на данном этапе, в отношениях между нашими двумя странами. Поэтому еще раз огромное спасибо автору за ее труд, Союзу писателей за содействие в издании таких литературных произведений. Спасибо. Спасибо. Знаю, помню. Да, я придумала другой сценарий, походу. Mən deməli, müəllifə sözü verməmişdən öncə istərdim ki, burada daha bir yadigar var. Xalq şairi Nəbi Xəzrinin oğlu Arzu müəllim və Arzu müəllimə söz verməmişdən öncə mən bir şeyi qeyd etmək istəyirəm ki, mən Reyhan xanımın kitabından daha dərindən, amma ondan öncə də bilirdim, amma Reyhan xanım daha bu məsələni dərinləşdirdi ki, Nəbi Xəzri Yesenin yaradıcılığını bilib, Yesenini sevib və Sergey Yeseninə çox gözəl şeirlər də həsr edib. Xalq şairi Nəbi Xəzrinin oğlu Çox sağ olun, ümumiyyətlə şairlər həmişə deyirlər ki, yer adamları deyirlər, onlar səma insanlardır. Sanki onlar burada onların ruhu göydə həmişə, çünki onlar poeziya həmişə göylərdə eləyir. Çox gənc yaşında dünyasını dəyişmiş böyük şairi mən Mikhail Müşfiqlə müqayisə edirəm. Mikhail Müşfiqlə, Lermontovla. Çünki sanki onların talihləri də oxşardı, yaradıcılıqları da oxşardı. Sanki yaradıcılığın lap ən parlaq dövründə bunlar dünyasını dəyişiblər. Və
Sizə deyim ki, Sergey Yesenin Bakıda doğrudan da bəyaz çıxışlarda dedilər ki, Bakının ruhunu, Bakının abu-havasını, şərq abu-havasını özü ilə götürüb Rusiyaya aparıb, hətta onun həyatında silinməz izlər qoyub. Bir dəfə Sergey Yesenin Bakıda olanda, я хочу уже на русском продолжить. Когда Есенин был в Баку, он зашел в ресторан в Баку, хотел ужинать и ужинал. И за него заплатил Алига Вахид, наш классический поэт. И ему сказали, что за вас уже заплатили. Он разозлился и сказал, кто за меня заплатил? И говорят, что вот тот поэт. И он зашел и подошел к нему с высоким тоном, сказал, ты что, ты тоже поэт, что ли? Да, Алига Вахид отвечает, так получился. Сразу он успокоился и спрашивает, о чем пишешь, поэт? И он говорит, что о чем может писать поэт? О жизни, о смерти и о любви. Mən istədim bu xatirəni danışım, belə bu insani, şair arasında diyalog və insani bir belə xüsusiyyətləri istədim ki, deyim. Orada şairlərin ruhu qarşısında, bir-birinin ruhları sanki bir-birindən qovuşur və bu agresiya dönüb olur mehribanlıq. Reyhan xanım, mən sizi təbrik edirəm və çox sağ olun ki, belə Rus şairlərinin, ümumiyyətlə sənətçilərin həyatını, yaradıcılığını, onun haqqında yazılan yazıları işıqlandırırsınız. Təbrik edirəm, işiniz uğurlu olsun, davamlı olsun. Uğurlar sizə. Bugün burada belki mən nəzərimdən başqa üzrünü sayım. Mənə gəlir ki, Əlvida Bakı şeiri Azərbaycan dilində səsləndirilmədi. İradə xanım indi oradan bir kiçik bir fragment səsləndirsin Azərbaycan dilində. Я говорю, что, по-моему, сегодня в стихотворении «Прощай, Баку» здесь на азербайджанском языке не прозвучало, если я не ошибаюсь. Я хочу, чтобы оно прозвучало на азербайджанском языке тоже. Сергей Есенин, Əlvida Bakı. Çox sağ olun. Söz verdiyinizə görə. Əlvida Bakı. Əlvida Bakı. Səninlə bir daha görmərəm. İndi mənim qəlbimdə kədər, qorxu səsi var. Ürəyim daha yaxın, xəstə hal vurur bu dəm. Daha möhkəm duyuram, sadə dost kəlməsi var. Əlvida Bakı, mavi türk səması əlvida. Qüvvədən düşürəm mən, damarımda donur qan. Mən bir saadət kimi aparıram məzaracan. Balaxanım ayını, Xəzər dalğasını da. Əlvida Bakı, sadə nəğmə kimi əlvida. Son dəfədir sıxıram sinəmə dostumu mən. Onun başı qoy qızıl gül kimi bu son anda yellənsin vida deyə yasəmənlər içində. Və növbə gəlib çatıb, mən artıq tədbiri yekunlaşdırmalıyam. Biz buranı tərk edəməliyik. Ona görə də mən mütləq müəllifə söz verməliyəm. Yazıcı, publisist, politolog Reyhan Mirzazadə və sonra çox möhtəşəm bir yekunluq olacaq Reyhan xanımdan sonra. Hörmətli qonaqlar, hörmətli Ədalət müəllim, hörmətli Rusiya Federasiyası səfirliyinin nümayəndələri, hamınıza bir daha təşəkkürümü bildirirəm. Xalqlar dostluğuna xidmət eləyən, ədəbiyyata xidmət eləyən, insanşünaslığa xidmət eləyən, səmimiyyətə xidmət eləyən bir tədbirdə iştirak edirsiniz. Bilirsiniz ki, ədəbiyyatlar insanşünaslıq elmidir. Sülhə qulluq eləyir, dostluğa qulluq eləyir, mənəviyyata qulluq eləyir. Və zaman-zaman da xalqlarımız arasında olan bu əlaqələr bugün silinməzdir. Çünki bu əlaqələrdə böyük şairlərimizin ruhu yaşayır.
Bayaq Lətifə xanım gözəl qeyd etdi ki, Mircəlal və Rus ədəbiyyatı. Bax, mənim ürəyimdə məhəbbət yaradan, məni sövq edən, məni bu yolda yoluma xeyir-dua verəndə böyük yazıçımız Mircəlal Paşayevin ruhu olubdur. Çünki mən onun əsərlərini oxuduqca o Rus şairlərinin bizim xalqa olan məhəbbətini görürdüm. Şoloxovun məhəbbətini görürdüm, Puşkinin məhəbbətini görürdüm, Maksim Gorkinin məhəbbətini görürdüm. Düzdür, bunların bəziləri Bakıda olublar, bəziləri olmayıblar. Amma bütövlükdə Azərbaycan xalqına bir eşq var, bir məhəbbət var. Bilirsiniz ki, bizim əlifbamız dəyişilibdir. Bütün bu sevgilər arxivlərdə qalıbdır. Köhnə əlifbada qalıbdır. Və bugün bu sevgilərin, Azərbaycana olan bu məhəbbətin, bu gözəl hisslərin üzə çıxarılmasının vaxtıdır və o biz yaşda olan nəsillərin üzərinə məsuliyyət salır. Nəyə görə? Çünki hər iki əlifbanı bilirik, Rus dilini bilirik. Yəni bizə yadigar qalan bu irsi və bizim borcumuzdur ki, biz gələcək nəsillərə çatdıraq. Baxın, bu kitabda kitabın arxasında Nazim Hikmətin sözləri, Yesenin haqqında Nazim Hikmətin sözləri xatırlanır. Bu təsadüfi deyil, heç də təsadüfi deyil. Onun altında Süleyman Rüstəmin, Azərbaycanın xalq şairi Süleyman Rüstəmin kəlmələri, bu kəlmələri, bu sevdanı, bu birliyi necə unutmaq olar? Və mən burada kitabı açdıqda siz orada görəcəksiniz ki, dünyanın müxtəlif şair və yazıçılarının poeziya haqqında, ədəbiyyat haqqında söylədiyi fikirləri mən salmışam. Əlbəttə, tamamilə seçmə fikirlərdir. Hər fikirləri də mən orada sözçülük naminə istifadə etmirəm. Və burada görəcəksiniz, burada Zəlimxan Yaqubun şairi qoysalar şair olmağa. Mən bunu niyə salmışam bura? Zaman-zaman əsrlər boyu dünyanın bütün mütərəqqi şairləri həmişə çətinliklərə, əzablara, zillətlərə tuş gəliblər. Onların həyatlarını həmişə sındırmağa çalışıblar. Məsələn, təkcə Rus şairləri deyil, Mikhail Eminescu kimi bir şairin həyatı nə qədər təhlükələrə qarşılanıb, acından ölüb bu şair, öz sevgilisinə qovuşa bilməyib, xəstəlik tapıb, dərman tapa bilməyib və bundan başqa elə Rus şairlərini götürək, Dostoyevskini götürək, Qriboyedovu götürək, Çernişevskini götürək. Bütün bu şairlər və yazıçılar bir amala xidmət ediblər. Xəlqiliyə, insanlığa, insanların azadlığına, insanların xoşbəxtliyinə. Və bunların içində mən oxuduqca Azərbaycana təkrar edirəm, məhəbbəti gördükcə çalışırdım ki, bunlar arxivlərdə qalmasın. Bu sevgiləri, bu yönləri gənc nəsil bilməlidir, öyrənməlidir. Və mən də ona çalışıram ki, gələcək nəsillər sevgi ilə böyüsünlər, xalqlar arasında olan dostluqla böyüsünlər. Tolstoy kimi böyük bir Rus şairi Mirzə Kazım bəy, Azərbaycanlı Mirzə Kazım bəy haqqında o qədər gözəl fikirləri var ki, əslən Azərbaycanlı olan Mirzə Kazım bəy böyük Tolstoyun müəllimi olubdur. Tolstoy ondan türk dilini öyrənibdir, şərq dillərini öyrənibdir. Qriboyedovdan Abbasqulu Bakıxanovu götürək. Bunların arasında nə qədər dostluq müqavilə, yəni ünsiyyətləri olubdur, qardaşlıq. Hətta Qriboyedov ailə quranda belə Çavçavadzənin qızı ilə evlənəndə bizim Abbasqulu Bakıxanovla özünə qardaş bilirdi. Onunla məsləhətləşir ki, görəsən knyaz qızını mənə verərmi? Abbasqulu ona cavab verir ki, sən elə məndən nümunə götürgünən. Mənim də anam gürcü qızıdır. Mən isə müsəlmanam, Azərbaycanlıyam. Baxın, yüzlərlə Mirzə Fətəli Axundzadənin Rus şairi və yazıçıları ilə dostluğundan saatlarla danışmaq olar. Yəni, bunlar çoxdur. Amma bu günləri Yesenini mən oxuyanda, yəni bundan qabaq Şoloxov haqqında bir əsəri mən çalışdım ki, ortalığa qoyam. Niyə? Çünki burada qardaşlıq telləri ki var, Şoloxovun Sakki Don əsərinin motivləri əsasında bizim İsmail Şıxlımız, böyük yazıçımız Dəli Kür əsərini yazıbdır. Və bu əsərlər arasında o qədər doğmalıqlar. Biz bu doğmalıqları unutmamalıyıq. Gənc nəsli aşılamalıyıq, qoy bilsinlər, öyrənsinlər. Və bir misyan da mən sizə deyim ki, mən Yeseninin Azərbaycana olan o sevgisini, o misraları burada təhlil etdikcə bir məqamdan da istifadə edirdi. Və mən açırdım bütün təkcə şair və yazıçılar yox, Rus elminin,
ziyalılarının, başqa sahə adamlarının zaman-zaman Azərbaycana gəlib bu gözəl məmləkətimizdə görən o xeyirxahlığı, qonaqpərvərliyi necə öz fikirlərində, bunlar hamısı məndə elə bir deməli Sovet dövründə çap olunan kitabdır. Ürək sözlərimiz. O əlçatmaz bir kitabdır. İndi mən onu əldə eləmişəm və orada ürək sözləri var. Və o deməli kitabın içində Rus yazıçıları və şairləri ilə bərabər başqa xalqların da məhəbbət, yəni sevgisi var. Siz oxuyanda orada görəcəksiniz ki, mən orada Yeseninin sevgisini verirəm və ardınca da verirəm ki, Yesenin doğmalığında olan başqa Rus şairləri də Azərbaycan haqqında necə gözəl fikirlər söyləyiblər, necə gözəl misralar yazıblar və təkcə Rus şairləri deyil, məqam yaranıb orada Özbək şairlərinin, Orta Asiya xalqlarının ümumiyyətlə milliyyətindən asılı olmayaraq mən bu sevgiləri, Rus xalqının sevgisini, başqa xalqların Azərbaycana olan məhəbbətini, məmləkətimizi olan, yurdumuzu olan, torpağımızı olan eşqini, sevdasını çalışmışam ki, bu yəni kitabda əks elətdirəm və məqsəd nədir? Məqsəd nədir? Xəyalət xanım çox gözəl qeyd elədi ki, burada zaman, amma ən başlıcası odur ki, mən sağlamlığımı xərcləyirəm və heç də peşman deyiləm və bu mənə daha bir saadət verir. Yəni bu sevgiləri birləşdirmək, gələcək nəsilə çatdırmaq, bu mənə yeni bir ruh verir, yeni bir sağlamlıq verir və mən çox sevinirəm ki, sizin kimi gözəl insanlar buna dəyər verirsiniz, qiymət verirsiniz. Əsrlər də keçsə, xalqlar arasında, poeziyalar arasında, ədəbiyyatlar arasında dostluq silinməzdir, əbədidir. Onlar bizə güc verir, onlar bizə yeni həyat eşqi verir. Yaşasın xalqlar, ədəbiyyatlar arasında olan dostluq və məhəbbət. Deməli, Reyhan xanıma bir də mən niyə heyran qalıram? O öz kitabının həm müəllifidir, kitablarının, həm müəllifidir, həm redaktorudur, həm korrektorudur, həm dizaynerdir. Yəni bir simada, bir şəxsdə bax bu 4-5 peşə cəmlənir. Məsələn üçün, onu hər adam bacara bilməz, heç bacara bilməz. Bax, mən 70 kitablı redaktoruyam, mən indi öz kitabını çıxartmalıyam, mən onu 2 redaktora vermişəm. Belə redaktora, sən nə danışdırım? Amma Reyhan xanım özü, yəni bu çox böyük ustalıq, məharət, çox böyük ilimliyə də tələb edir, qorxmazlıq, bilirsiniz. Redaktor nədir kitabın? Redaktor kitabın revizorudur. Yəni revizorluğu da özü edir. Bilirsiniz, bu yəni asanlıqla olmur. Bu yolda mənə yenə də mənim 33 illik dostum Zöhrə xanıma çox təşəkkür edirəm. Lətifə xanım, sizə dönə-dönə minnətdaram. Çünki iki şəxsiyyətdir ki, mən həmişə o yorğunluğumu, hisslərimi sizlərlə paylaşmışam. Zöhrə xanımla elə vaxt olub gecə saat 2-yə qədər bir söhbət eləmişik. O mənim dərhal, çünki qələm adamıdır, dərhal fikirlərimi tutur. Biz onunla paylaşırıq, müzakirələr eləyirik. Və siz bəyanları dediniz ki, aktrisa nə qədər əziyyətlər çəkir. O səhnəyə çıxmaqdan ötürü, rolu açmaqdan ötürü. İnanın, müəlliflər də o qədər əziyyət çəkirik ki, biz o Yeseninin ölüm səhnəsini verəndə təsəvvür edin ki, mən bir faktı da deyim ki, uzun illər boyu təsdiq olunmuşdu ki, güya ki, Yesenin özünə qəsd edib. Amma zaman keçəndən sonra aşkara çıxdı ki, Yesenin özünə qəsd eləməyib. Yesenin tamamilə kənarda bir onu həlak olubdu, yəni onu öldürüblər və gətirib Angleterre mehmanxanasında yalandan orada onu asıblar ki, yəni bu burada özünə qəsd eləyir. Yəni yeni faktlar üzərində biz işləyirik. O həyəcanları da biz yaşayırıq. Yəni mən bir daha sizə minnətdaram Lətifə xanım, o həvəsi məni aşıladığınıza görə. Zöhrə xanım, sizə dönə-dönə təşəkkür edirəm. Mən indi sözü Mirzə ağaya yenə verirəm. Mirzə ağa Axundzadə və tədbirimizi finalır. Yəni möhtəşəm finalır. Bu şairmiş ha, Mirzə ağa. Mirzə ağa Əliyevin nəvəsi, böyük sənətkar, usta, səhnəmizin ulduzu, güneşи Mirzə ağa Əliyev. Buyur, balaca Mirzə ağa. Я очень хотел бы поблагодарить еще раз вас, и очень классно, что я закончу своим стихом. Я начну, а вы подключайтесь, я думаю, что вам понравится. Я помню, как утро рвало небеса, как пули считали дыхание часа, как сталь на стали, огонь на огонь, и каждый шаг словно пропасть ладонь. Не спросишь у ветра, где правда, где ложь, он стонет в горах, и ответ не найдешь. Лишь знаешь одно, ты не вправе упасть, когда за спиной и памяти власть.
Себя я ломал, себя же сдержал, себя же в окопах ночи заклинал. Однажды внутри началась та война, но слово как пуля, и в сердце она. Карабах горел, и земля, как ковыль, пила нашу кровь, и не знала, не жаль. Сквозь черный дымок, сквозь железо звон, я видел рассвет, поднимается лом. И каждый упавший, как вечный завет, и каждый вернувшийся солнце, рассвет. Мы знали одно, за туманной горой нас ждет тишина, но добытая кровью. И если когда-то спросят, что сжег нас огонь и билось нас гром, я только скажу, мы стояли, пока в венах гремела живая река. И дальше ни слова, лишь взгляд в темноту, где ночь убаюкает боль на лету, и будет в душе тишина, как в степи, где звезды горят и молчат, как они. Hamınıza, hər birinizə təşəkkürü bildirirəm. Naxçıvan nümayəndəliyinə məxsusi təşəkkür bildirirəm. Tam tərkibdə iştirak edir Naxçıvan nümayəndəliyi. Çox sağ olun və səbirlə və çox diqqətlə dinləyirlər. Sağ olun, var olun.